Maraqlı bir sual ünvanlanıb, əslində çox sevirəm bu kimi sualları. Mən Quranda yazılanlara inanmaqdansa, Məlik Məmmədin nağılına inanaram. Məsələn, Quranda yazılıb ki, Musa Peyğəmbərin əsası ilana dönürmüş, hansı normal düşüncəli insan onu qəbul edə bilər? Öncədən bir məsləhət verim dinləyicilərimə. Quranı oxuduqda, sətiraltı və sətirlər arası mənalara diqqət edin. Çünki Quranda bəzi ayələr metaforik şəkildə yazılıb, niyəsini birazdan izah edəcəm. Metaforik sözünü bilməyənlər üçün açıqlayım. Demək, metafora deyilən bir anlam var. Metafora nədir? Eyni fikrin başqa tərzdə ifadəsi. Məsələn, var qətdan sözü, bir də var qənd yığmaq üçün qab. Kimsə qətdan deyib ifadə edir, kimsə qənd yığmaq üçün qab kimi. Hər iki halda məğz dəyişilməz olaraq qalır. Qətdanı qənd yığmaq üçün qab adlandırdıqda onun mahiyyəti dəyişmir. O nöqteyi nəzərdən, Quranda metaforik, məcazi şəkildə yazılan ayələri hərfi mənada yox, sətirlər arası mənalar etibarilə dərk etmək lazımdır. Nisbətən yaşlı nəslinin nümayəndələri daha yaxşı xatırlayar. Maraqlı bir Azərbaycan kinosu var, Bir qalanın sirri. Kinonun süjet xətti budur. Elşən, Mətanət adlı bir qızı sevir. Göygöz Kosa adlı mənfi personaj, qəddar sehirbaz, Mətanəti daşa döndərir. Elşən isə daşa dönmüş mətanəti geri qaytarmaq üçün anlayır ki, Göygöz Kosanın magiyasına yalnız kitablar oxumaqla, elmlənmə yolu ilə qalib gələ bilər. Elə də olur. Elşən elmə yiyələnir, Göygöz Kosaya qalib gəlir, daşa dönmüş mətanəti qaytarır və sevdiyinə qovuşur. İlk baxışdan adi bir nağıldır, əfsanədir. Amma sətirlər arası mənalarına diqqət yetirsək, rejissorun bizə çatdırmaq istədiklərini aydın görə bilirik. Bu filmdə Elşən adi insanı simvolizə edir. Mətanət isə onun arzularının tərənnümüdür. Hər bir insanın arzusu sevgilisinə qovuşmaqdır axı. Göygöz Kosa isə insanın mənfi, negativ tərəfləri və düşüncələridir. Qorxu, qəzəb, rəhimsizlik, xəsislik və s. Belə deyək, Göygöz Kosa insanın mənfi, negativ bir simasıdır. İndi məntiqə fikir verin. Bizim içimizdəki Göygöz Kosa, yəni ki, bizim mənfi düşüncələrimiz, arzusunda olduğumuz mətanəti, yəni arzularımızı daşa döndərir. Arzular o mənada daşa dönür ki, həyata keçmir, ürəyimizdə qalır və daxilimizdə daşlaşır. Və o daşa dönmüş arzularımızın xilas yolu bizim oxuyub elmlənməyimizdən, maariflənməyimizdən keçir. Bilik güc deməkdir və insan yalnız maarifləndikcə inkişaf edib güclənə bilər. Filmin birinci izahı ilə ikinci izahı arasında fərqi hiss etdiniz? Birinci izahda süjeti danışdıq. İkincidə isə süjetin sətiraltı mənalarını üzə çıxartdıq. Quran da belə. Əfsuslar olsun ki, əksəriyyət Quranı oxuduqda süjet xəttinə varır, amma o süjetin içindəki mənalardan vaz keçir. Bugünkü müzakirəmiz də həmçinin. Musa Peyğəmbərin əsası ilə bağlı fikirlər iki qütbə bölünür. Möcüzə tərəfdarları deyir ki, cansız əşyanın canlıya çevrilməsi elmin izah edə bilmədiyi bir möcüzədir. Əks qütbün tərəfdarları isə deyir ki, bu sadəcə olaraq metaforadır, qətdan və qənd yığmaq üçün qab məsəlindəki kimi. Və biz bugün hansı qütbün tərəfdarlarının haqlı olduğunu üzə çıxartmırıq. Nə də ki ona nə vaxtımız, nə də həvəsimiz var. Bizim məqsədimiz bu ayədəki sətirlər arası məğzi ortaya çıxartmaqdır. Çünki həmin məğz dəyişilməz olaraq qalır. Baxın, tutalım möcüzə baş verib və əsa həqiqətən də ilana dönüb. Burada fikrinizi əsas iki amilə yönəldin. 1. Əsa. Nə üçün qılınc yox, dırmıq yox, məhz əsa. Və ikinci, ilan. Allahın qüdrəti tükənməzdir və izni olduğu halda əsanı dinozavra da çevirə bilərdi. Amma nə üçünsə ilana çevirdi. Bunu birinci qütbün, yəni möcüzə tərəfdarların dili ilə deyirəm. Əks qütbün isə, yəni ki, bu ayənin metafora olduğunun tərəfdarlarının dili ilə desək, burada ilk olaraq gözə çarpan əsa və ilan sözləridir. Gördüyünüz kimi hər iki halda məğz eynidir və dəyişilməzdir. Nədir o məğz? Əsa bizim söykənəcək bir şeyə, ayaq üstə qalmağımıza, güvənli addımlamağımıza kömək edən bir şeyə deyilir. Düzdürmü? Bu bizim həyatda söykəndiyimiz əqidə, düşüncələrimiz, inanclarımız, fəlsəfəmiz və əməllərimizdir. İlan isə eyni zamanda iki tamamilə əks xüsusiyyətin tərənnümüdür.
eyni zamanda xoşbəxtlik və bədbəxtlik, eyni zamanda şəfa və ölüm. Çünki ilan zəhəri həm öldürücüdür, eyni zamanda isə müalicəvidir. Hətta səhiyyənin və təbabətin simvoludur. Misal üçün atomu gətirmək olar. Eyni atomu elmin müxtəlif sahələrində xeyir əməllər üçün də istifadə etmək olar. Eyni zamanda həmin atomu şər əməllər üçün kütləvi qırğın kimi də istismar etmək olar. Bizim əməllərimiz, düşüncələrimiz də belədir. Allah Quranda əsa və ilan dedikdə onu çatdırmaq istəyir ki, insan söykəndiyi əsanı, əsa isə burada dediyimiz kimi bizim düşüncələrimizi, əqidəmizi, fəlsəfəmizi simvolizə edir və onun nəticəsində nə əldə edirik? İlan nəyin tərənnümüdür? Şəfa və ölümün, xoşbəxtliyin və bədbəxtliyin. Demək biz söykənəcəyimiz əqidəmizi və düşüncələrimizi hansı səmtə yönətməyimizdən asılı olaraq müqabilində xoşbəxtlik və mənəvi asayiş və ya bədbəxtlik, xəstəlik və mənəvi əzab əldə edəcəyik. Musaya qarşı çıxan Firon öz əqidəsini və düşüncələrini hansı səmtə yönətmişdi? Allahlıq iddiasına, zülmkarlığa və rəhimsiz davranışa, nəticədə isə müsibətli sonluq əldə etdi. Və Musa Peyğəmbəri bizə nümunə göstərən Allah düşüncələrimizə və əqidəmizə, əməllərimiz və fəlsəfəmizə düzgün seçimlə və ehtiyatla yanaşmağımızı tövsiyə edir. İndi isə gəlin bu sualı cavablandıraq. Nə üçün Allah bəzi ayələri metafora şəklində göndərib, elə birbaşa mən izahat verdiyim şəkildə göndərərdi da? Səbəbi isə Quran gəldiyi dövr 6-cı əsrə təsadüf edir. O vaxtki insanların şuuru indiki insanların şuurundan fərqli idi. Elm isə indiki vəziyyətindən çox-çox uzaq idi. İnsanlar psixoloji, fizioloji, astronomik, elmi məsələləri yalnız loru şəkildə dərk edə bilərdi. Məsələn, insanın necə dünyaya gəlməsi Quranda əlaq sözü ilə göstərilib. Çünki o dövrün insanları spermatozoidin nə olmasını bilmirdilər, nə də o sözü onları dərk etdirmək də olmazdı. Əlaq sözü isə ərəb dilindən tərcümədə əlaqə, laxta, zəli deməkdir. Və o dövrün insanları daha tez dərk eləyirdi ki, insan dünyaya iki bədənin əlaqəyə girməsindən, maye laxtadan və o laxtanın zəli kimi qadın bədəninə sovrulmasından əmələ gəlir. Təbii ki, o dövrdə insanlara tibbi terminlərlə bu prosesi izah etmək mümkün deyildi. Bugünlük bu qədər, növbət suallarınızı gözləyirik.